Ola bunlar neydi lan? Ayrıca neydisin? Ay kızlar tekli bakalım be. Əziz izləyicilərimiz, Öpsanda uçan yol istiqamətində dənizə yaxın, bu da saxla, o üçün əziz izləyicilərimiz, Öpsan yolundan üzü Türkana gedən istiqamətdə 500 metr içəridə istirahət mərkəzlərinin yanında düz dəniz qırağı ilə üzbəyiz. Belə bir sot 800 evimiz çıxarılır, satışa çıxarılır, 3 otaqdan ibarətdir. Sizə evimizin daxilinə girək, ətraflı məlumat verək. Girək. Ayaqqabı ilə girək də bir dənə, yoxsa ya da soyunar, soyunma. Bismillah ya Allah. Gəldik əzizlər, bax bu gördüyünüz evimiz zalıdır. Zalı əladır. Təzə təmirdən çıxıb, əla vəziyyətdədir, ideal vəziyyətdədir. Bir dənə yataq otağını çəkək. Yataq otağımız bax buradadır. Bir də mini palavinka detski yataq otağım. Burada şey qaynana lazımdır. Burada yeni ailə qurmuşlar. Yeni ailə qurmağa qədəm qoyanlar. Bax belə bir balaca yataq otağımız var. Bir dənə də belə normal səviyyədə bir dənə yataq otağımız var. Bir də amma da çəkək. Bu bizim böyük yataq otağımızdır. Keçək xunamızdır. Xunamız. Mən burada bir iki dənə Xuna yox, mətbəx də qardaş. yaparız ki də. Aycan. Mətbəximiz də təzə yığılıb. Təzə yığılıb. Buradadır mətbəximiz də. Qəşəng, normal, əla bir vəziyyətdədir. Maşallah, gözəl. Maşallah olsun. Qardaş evin üstünə 5 pul qoyub ha. 5 pul qoyub. İmkana görə də. İmkanına görə də bir dənə hamam saunzer. Ən əsas. Hamam saunzer deyilə bir dənəlik. Aç baxım görüm məndə Sanitar qovşağımız. Bax bu deyir burada. Sanitar qovşağımız da əladır. Təzə təmirdən çıxıbdır. Biz burada nəyə nəzərdə saxladıq? Biz burada nəyə dedik? Maşın cehizi var, gəlinimin ay gəlinimin. Gəlinimin deyəndə nə idi əzizlərim? Bax bu gördüyümüz evin içində olan əşyalar yalnız elektronika əşyalardan başqa. Elektronika çıxmaq şərtindən qalan əşyalar hamısı yerində qalır. Hətta emin muan kombi sistemi var ha. Maşallah. Sensordandı qardaşım. Yoxsa Parmağına bir də var gəldiyin bundan. Bir də belə elədiyin əla. Bomba kimi. Evimizin qiyməti nədir qardaşım? 55 deyir də. 55 deyir də. Allah həmişəki kimi. Mütləq. Bizdə endirimsiz ev olmuş əzizim. Həyəti də normaldir. Əla vəziyyətdədir, bomba kimidir. Bir də nəzərinizdə saxlayın, əziz izləyicilərimiz. TikTok səhifəmizdə, Instagram səhifəmizdə, YouTube səhifəmizdə bizi izləyin, takip atın, bəyənin videolarımızı. Sizə daima əməkdaşlıq edə bilərik, köməklik göstərə bilərik. Allah satana da, alana da Xeyir versin.